Deməli, mövzu sınaq 4-ə baxırıq. İlk birinci sualla başlayaq. Birinci sualımız deyir ki, 5,4-də 3-ün 2,3-ə nisbətini faizlə ifadə edin. Əvvəla düzgün olmayan kəsirə çevirək. Qarşılıq kəsirdən 4-də 23. 2,3, yəni 10-da 23-ə nisbəti. Nisbəti yəni bölmə. Bölmə olur vurma. 10-da 23, yer dəyişir. 23 aşağı, 10 yuxarı. Qısar gedir. Qalır nə? 4-də 10. Faiz nisbəti dediyi üçün bir də əlavə 100-ə vururam. 4 ilə 100 ixtisar gedir. Burada 1 var. Bura 1 düşür, bura 25. 25-i ona vuranda cavab edir 250. Yəni D variantı. Sonra baxırıq ikinci sualımıza. Nə deyir ikinci sual? Deyir emin parçası NK parçasından 3 dəfə. Emin NK-dan 3 dəfə böyüdür. Bura x-dırsa, bura 3x. Sonra nə deyir? Deyir ki, sonra deyir ki, KB parçası isə NK-dan 4 dəfə böyüdür. Yəni bu da 4x. M-dən B-yə qədər ümumi 8x var. Bax, bu 8x-imiz 48. K-mız olacaq nə qədər? 6, 8-in 48, 6. Məndən KB-ni soruşduğu üçün 6-nı KB 4x deyək. 4-ə vuracağım. Cavab olacaq 24A variantı. Sonra üçüncüyə baxırıq. Verilmiş çoxluqlardan hansı digərləri ilə eyni güclü deyil? Eyni güclü, belə deyək də, element sayıları ilə də götürülür. Bərabər çoxluqlar elementləri eyni olanlara deyilir. Eyni güclü sayı da, yəni belə deyək. A çoxluğunda 4 element, B-də, D-də, Y-də 4 element var. Amma C-də 3 element var, ona görə C-ni götürürük. Baxırıq dördüncüyə. Dördüncüdə nə deyir? Deyir ki, rənglənmiş hissə necə ifadə olunur? Baxın, A ilə B-nin birləşməsi əgər tam hamısı qara olsaydı, A ilə B-nin birləşməsi olardı. Amma göy hissəyə baxın, o ayrılıb. Yəni A ilə B-nin birləşməsindən çıxıb nəyi? A ilə B-ni, bax bu ortadakı göy kəsişmədir. A ilə B-nin birləşməsindən çıxardıb A ilə B-nin kəsişməsi. Olur, cavab Y variantı. İndi baxırıq 5-ci suala. Deyir ki, C-nin natural bölənlərinin sayı 12-dir. C4-ün natural bölənlərinin sayı ən az neçə olar? Bax, bu tip suallarda səndən sonda azı soruşur ki, yəni ən az neçə olar? C-nin natural bölənlərinin sayı 12 olduğu üçün biz bunu bir neçə formada yaza bilərik. Amma sonda azı soruşduğu üçün mən C-ni A üstü 11 götürürəm. Natural bölən sayını tapanda qüvvətin üstə 1 gəlirikdə 11 plus 1 cavab edir 12. Əgər C-miz A üstü 11-dirsə, onda C üstü 4-ümüz olacaq A üstü 11-in üstündə 4. Yəni A üstü 44. A üstü 44-ün də natural bölən sayı 44 plus 1 olacaq 45. Baxın, bir şey deyim. Ola bilər ki, siz fikirləşərsiniz ki, niyə A üstü 11 yazdıq? Cavab 45 Y variantıdır bu arada. Əgər mən bunu belə yazsaydım, məsələn, C-ni A vur B, vur C yazsaydım, misal üçün, bu 1-dir, 1 plus 1, natural bölən sayını tapanda qüvvətin üstə 1 gəlib bir-birinə vururuq. Bu da 1-dir, 1 plus 1, bu olacaq 2 vur 2, 2 kimi 4 eləyir. 12 olması üçün 3 çatmır. Burada yazaq 2 tutaq ki. Bu da olsun 2 plus 1, 3. Vuranda eləsin cavab 12. İndi əgər mən bunu C üstü 4 kimi götürsəm, bu olacaq A üstü 4, bu olacaq B üstü 4, bu olacaq C üstü 8. Baxın, bu natural bölən sayını tapmaq üçün C üstü 4 olanda hamısını 4-ə vurdum. Natural bölən sayını tapanda 4 plus 1 bu 5 olacaq. Bu da 5 olacaq. Bu da 8 plus 1 9 olacaq. Baxın, 25 vur 9 daha böyük cavab alınacaq. Ona görə mən 3 dənə də yaza bilərəm bunu, 4 dənə də eləyə bilərəm 12 almaq üçün. Amma sonda az soruşduğu üçün mən 1 dənə hərf götürürəm. İndi 12 almaq üçün də məcburam ki, bunun üstünə 11 yazam da. Baxırıq buradan 6-cı suala. Deyir 30% 42 olan ədəd. X vurulsun 30, bölünsün 100, bərabərdir 42. Bu sıfırla bu sıfırı ixtisar aparıram. 3 ilə də 42-ni ixtisar aparıram. Bu eləcək 14. Aşağıda 10 qalıb, burada da 14 qalıb. X olacaq 14-ü ona vuracaq 140. Altına bir qoyub çarpaz da vura bilərdiniz. Amma yerində həmişə ixtisar aparmağa alışın. X-i tapdıq 140. Mənə deyir, bu ədədin 5-də 2 hissəsini tapın. Yəni 140-ı vur 2-yə, böl 5-ə. 140-ı 5-ə böləndə eləcək 2 5-im 10, 28. 28-də 2-yə vuracam, eləcək 56 A variantı. Baxırıq indi 7-ci sual. Deyir, aşağıdakı xəttlərdən hansılar paraleldir? Baxın, paralel xəttlər belə işarə olur. Mən X-ini göstəreyim. Həndəsəl əsas anlayışlarında ən çox bunları görürük.
Bax, deyirdi ki, bunlar daxili bir tərəflidir, bunlar xarici bir tərəflidir. Bu heç. Bunlardan danışmayacağım. Nə deyəcəm? Baxın, 2 dənə düz xətt çəkmişik. 3-cü ilə kəsişir. Biz deyirik ki, paralellik əlaməti varsa, uyğun tərəfləri paralel olan bucaqlarda eyni adlı bucaqların dərəcə ölçüləri bərabər olur. Yəni, bu iti bucaqdırsa, tutaq ki, bura 30 dərəcədirsə, baxıram, harada iti bucaq görsəm, ora 30 dərəcə yazıram. Bax, burada iti var, bura yazıram 30. Burada iti var, bura yazıram 30. Eyni zamanda da kör. 30-un qonşusu neçə eləyir? 150. Bura 150-dirsə, harada kör görsəm, ora 150 yazıram. Bura 150-dir, bura 150-dir. Yəni, mən bu şəkildə. İndi mənə hansı paraleldir deyir. Baxın, 65-i yazıb A-da, bir yazıb 65-i M-də. Deməli, 65 iti bucaqdır. İti bucaqlar bərabərdirsə, bunlar uyğun tərəfi paralel olan bucaqlardır ki, iti bucaqlar bərabər olub. Kör bucaqlar da verə bilərdi bərabər, fərqi yoxdur. Yəni, iti bucaqlar bir-birinə bərabər, kör bucaqlar bir-birinə bərabər, uyğun tərəfləri paralel, perpendikulyar olan bucaqlarda bu keçərlidir. Burada da bizi üçün paraleli soruşduğu üçün elə A ilə M-i götürəcəyi variant olacaq B. İndi baxırıq buradan 8-ci suala. Baxın, M, N, K. Bunların M ilə N-in kəsişməsini soruşur. Mən belə ədəd oxu çəkmək istəmirəm. Elə belə göstərmək istəyirəm. Mənfi 3, 4 aralığına nələr daxildir? Mənfi 2 daxildir, mənfi 1 daxildir. 0, 1, 2, 3 daxildir. N-ə daxildir bəs. N-də, görürsünüz, N-də R mənfi 1-in özü də daxildir. 0 da daxildir, 1 də daxildir, 2 də daxildir. Bir də xatırlatma eləyim. Belə mötərizə olanda mənfi 3 qoyulub. Mənfi 3-ü götürmürük. Amma belə mötərizə də versəydi, mənfi 3-ün özünü götürəcəkdik. Görürsünüz, fikir verin, N-də mənfi 1-i götürdüm. Amma M-də mənfi 3-ü götürmədim. Bunları diqqət yetirin. İndi M ilə N-in kəsişməsində hər ikisinin içərisində nə var? Mənfi 1, 0, 1, 2. Mənə deyir ki, bax bundan mənfi 1, 0, 1, 2-dən çıx K-nı. K-da 0 daxil olmaqla 6-ya qədərdir. 0-ı çıx, 1-i çıx, 2-ni çıx, vəsiyo. Yerdə nə qaldı? Bir dənə mənfi 1 qaldı da. Bizə də ki, 0-ı da çıxdıq. Aha. Burada üzr istəyirəm. M ilə N-in kəsişməsinə düzü götürmüşəm. Düz götürmüşəm. Mənfi 1-dir. 0-da 1-də 2-də düz götürmüşəm. Bəli. K-nı çıxardanda K-da 0, 1, 2, 3 bu şəkildə gedir. Burada cavab qalır mənfi 1. Baxın uşaqlar, burada mənfi 1-in daxil olduğu, 0-ın daxil olmadığı, yəni B variantını götürəcəyik də, belə deyim. Bu şəkildə yazdım, cavab B oldu. Ədəd oxunda da qoy göstərim, biraz sizə aydın olsun deyə istədim belə yazam. Ədəd oxunda 0-ı yəni, tam göstərmək daha rahat olacaq, yəni ədəd oxuna da baxaq. Baxın, birincidir ki, M mənfi 3, 4. Nə mənfi 3 daxil deyil, nə də 4. Mənfi 3, 4 daxil deyilsə, içərisinə yumru götürürük. Sonra nə deyir? N mənfi 1, 2. Amma ikisi daxildir ha. Mənfi 3-dən sonra gəlir də mənfi 1. 2 də buradadır. Ədəd oxun gözümüzün qarşısına gətireyim. Bax 0 da burada qeyd olunubdur. Hə. Baxın, bunların mənfi 3, 4-ü yuxarıdan qaralayıram. Baxın, belə hızlar qoyuram. Mənfi 1-lə də 2-ni aşağıdan gedirəm. Uşaqlar, fikir verin. Kəsişmə nədir? Yəni, hər ikisinin üst-üstə düşdüyü hara oldu? Baxın. Mənfi 1, 2 aralığı. Yazanda da bayaq gördük. Mənfi 1, 2 aralığın yazdıqda gördük. Mən deyir ki, oradan 0,6-nı çıx. 0 daxildirdi. Baxın. 6 da bu tərəfə düşür də. Bunu çıx. Bunu qırmızı ilə göstərirəm. 0-dan 6-ya qədər. Mənfi 1, 2 aralığından bunu çıxırıq. Mənfi 1, 2 haraydı? Buraydı. Buradan çıxardanda hansı hissə çıxır? Baxın, göylə baxın. Göylə göstərməyim, qoy sarı ilə göstərim. Hara çıxacaq? Bura çıxacaq da. Mənfi 1, 2 aralığından bura çıxacaq. Nə qalacaq? Mənfi 1 daxildir. Bir də 0 da. 0 amma daxil deyil. 0 çıxdı. Ona görə variant olacaq B. Açıq da yaza bilərsiniz. Bu şəkildə də fərq eləmir. Baxın, bir neçə yolla həll edə bilərsiniz. Amma mənim məsləhətim odur ki, bu dik yer var. Həmişə o dik yerdən bir dənə xətt çəkin. Onda U hərfi yaranacaq. Baxın, 106-dırsa, bura nə qədər olacaq? U hərfidir, bax. 106 ilə U da deyə bilərik, daxili bir tərəfli də deyərik, fərq eləməz. 180 olması üçün çatışmır 74. Bax, bura oldu 74. Bura 95-dir.
Nə çatılmış? Çatışmır 180 olması üçün. 85 çatışmır da. Burada da U hərfi var da. Bunlar 180 olmalıdır. Bunlar 180 olmalıdır. So 85 74. 85 plus 74 və ortadakı alfa. 3'ü ümumilikdə baxın görün nəyə yaradır? Görürsünüz 3'ü ümumilikdə açıq bucağı yaradır da. Bərabər olmalıdır 180 dərəcəyə. Oradan alfa rahat tapa bilərik. Bu edəcək 9. Bu da edəcək 15. 159 plus alfa bərabərdir 180'a. Alfa da bərabərdir 21'ə. Yəni A variantına. Baxırıq 10-cu suala. Nə deyir bizə? Deyir ki 2 üstü 20 ədədinin 4'də 1 hissəsini tapın. 2 üstü 20 4'də 1 isə nə deməkdir? Yəni vur 1'ə böl 4'ə. 4'ü də 2 üstü 2 yazaram. Biz nə demişdik? 1'ə vuranda elə özü eləyir. 2 üstü 20 böl 2 üstü 2. Əsaslar eyni olanda ortada bölmə işarəsi varsa üstlər çıxılır. 20'dən 2 çıxanda qalır 18. O da cavab olur. Burada D bəndi. İndi baxırıq buradan 11-ci suala. Deyir ki, A ədədi tək natural ədəddir. Aşağıdakının hansı cütdür? Yerinə qoyub yoxlamaq ən əlverişli üsuldur. Bir dənə tək ədəd deyək. Adədə tək natural ədəd olarsa, tutaq ki, olsun 3. Yerinə qoyaq, yoxlayaq. Görək aşağıdakilərdən hansı cütdür? 3'ün kvadratı neçə eləyəcək? 9. 9'un üstə 2 gələndə nə eləyir? A variantına baxıram. 11. 11 cüt deyil deyə getdi. B variantına baxırıq. 3'ün kubu 27. 27'nin üstünə 6 gələndə 33. O da cüt deyil getdi. C variantına 3'ün kvadratı 9. 9'un üstünə 3 gələndə 12 eləyir. 9 elədi kvadratı, üstünə də 3 gəldim 12 elədi, elə cavab oldu C variantı. O birisləri yoxlamıram. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Qarşılıqlı tərs ədədlər cütünü bilirik də. Məsələn, 3'də 2, 2'də 3. Bax yazıram. Məsələn, 3'də 2, tərsi də 2'də 3 olur. Amma işarələr də eyni olsun, ha, mütləq. Məsələn, bax burada elə baxan kimi B ilə C-ni variantlardan silirəm. Çünki biri müsbət, biri mənfidir. Belə ola bilməz. D variantını da silirəm. Çünki 4'də 3'ün tərsi 3'də 4 olmalıdır. Bu 4 yazıb, bu da getdi. Qaldı A ilə Y-nin arasında. Baxın bir də A variantına. Kök altında 5 çıxılsın 1 veribdir. Bax bu tərsi deyir 3'dür. Gəlin görək bu ədədi bu formada verib də bizə, düzdür. Bu necə? Bunun tərsi elə bir şey. 3'ün tərsi 3'də 1'də. Bu necə 3'də 1 ola bilər? Bu düzgün deyil axı. 3'də 1 deyil axı bax bu. Ona görə A da səhvdir. Elə Y olacaq. Y-ni yoxlayaq bir də birbaşa. Baxın kök altında 5 çıxılsın 2. Bunun tərsini tapaq. Əvvəla mən bunun qoşmasına vurum bölüm. Qoşması birlikdə demişdim. Qoşması özünün toplamasıdır. Çıxması toplamadır. Vurub bölürəm. Yuxarıda olacaq 5 çıxılsın 4. Yəni 1. Müxtəsər vurma düsturudur. Aşağıda da kök altıda 5 plus 2. Görürsünüz eyni şeydir. Kök altıda 5 çıxılsın 2. Elə 1 bölünsün kök altında 5 plus 2 deməkdir. Bizdən soruşurdu nəyi? Bizdən də soruşurdu ki, bunun qoşmasıdır deyir. Kök altında 5 plus 2. Daha doğrusu tərsidir, bəli. Baxın. Bu da bunun tərsidir. Tam doğru. Y variantı doğrudur. Birinci hissənin qoşmasına vurub böldük. Aldıq bu cavabı. Gördük ki, bu həqiqətən də kök altında 5 plus 2'nin tərsi olmuş oldu. İndi mənə deyir ki, hansı 1001'ə qalıqsız bölünür? Ümumiyyətlə, vuruqlardan biri 1001'ə bölünürsə, deməli, bu ədəd 1001'ə qalıqsız bölünür. Mən baxan üçün birinci D variantına baxıram. Baxın, 999'un kvadratı çıxılsın 2'nin kvadratı. Müxtəsər vurma düsturu ilə bir dəfə 999'dan 2'nin çıxın, bir dəfə də 999'dan 2'ni toplayın. Elə bu 1001 eləyəcək də. Vuruqların içində 1001 varsa, deməli, o ədəd 100% 1001'ə qalıqsız bölünür. Ona görə cavab olacaq D. 14-cü suala baxın, M formasında 70 ilə 50'nin cəmi, o asantılı hamımız bilirsiniz deyə tez deyirəm. Eləcə 120 deməli x elədi 120 dərəcə, cavab oldu A variantı. 15-ci suala baxaq uşaqlar. Nə deyir bizə? 1,8 dövrdə 3 və bu. Mən digər ikinci kəsir var. 12'də 22. 12'də 22'ni ixtisara aparıram 2'yə. Qalır 6'da 11. 11 də bölürəm 6'ya. 11 için 6 bir dəfə 5. Bura virgül, bura 0. 8 6 48 20 3 6 18 20 yine 3 6 18 yine 20 yine 3 3 3 oldu 1 8 3 də dövrdə getdi. Elə bu verilən ədədlə bir-birinə bərabərdir də. Cavab olacaq A variantı.
Uşaqlar, bax fikir verin, 16-cı sual uyğun tərəfləri paralel olan bucaqlara aiddir. Paralel, uyğun tərəfləri paralel. Bax fikir verin, M ilə CD paraleldir. NK ilə də deyib, şərtdə veribdir özü. Bax, bayaqlarda demişdik ki, uyğun tərəfi paralel olan bucaqlar əgər eyni adlıdırsa, yəni hər ikisi itidirsə, fikir verin, MNK-da itidir. CDF də itidir. Deməli, onlar bərabərdirlər. Burada alfadır, burada alfadır. Deyir, cəmləri 124-dür. Deməli, 2 dənə alfa 124-dürsə, alfa da olacaq 62 dərəcə. Bizə nəyi soruşur? CDF-i soruşur. Yəni, fərqi yoxdur. Hansını soruşursun? Cavab 62 dərəcədir. Bu da, bu da. İndi diqqətlə qulaq asırsınız nəyə? 17-ci suala baxın. Biz bu sınaqların hər birində ancaq gördüyümüz ümumi altı çoxluq sayı idi. Bizə deyirdi ki, düstur 2 üstü n-dir. Baxın, eyni şeydir düsturda. Sadəcə bir şey nəzərdə saxlamaq lazımdır ki, bax. Bizdən soruşur ki, 17-ci sualda. Tək elementlərdən ibarət alt çoxluğu. Əgər mənə ümumi alt çoxluq soruşsaydı, mən deyəcəkdim 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element var. Yazacaqdım 2 üstü 8, cavab olacaqdı 256. Amma bu mənə soruşur ki, tək. Bu tək elementlərim hansıdır? 1-dir, 3-dür, 5-dir, 7-dir. 4 dənə tək elementim var. 1, 3, 5, 7. Hə. 2 üstü 4. Bu ilə də 16. Amma cavab 16 deyil. Cavab 16 çıxılsın 1, 15-dir. Baxın uşaqlar, ümumini soruşanda, ümumi tapdığı bayaq 256. O 256 dənə ümumilikdə alt çoxluqlardan biri boş çoxluqdur. Yəni, boş çoxluq ümumiyyətlə bütün çoxluqların alt çoxluğudur. Qayda belədir. Çoxluqlar dərsini oxuyanda da yəqin ki, bunu görmürsünüz ki, boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Yəni, bu 256 dənənin içərisində biri boş çoxluqdur. Amma biz ümumi sayı götürəndə elə 2 üstü 8 yazırıq, 256 götürürük cavabı. Amma burada məndən sırf nəyə soruşur? Tək elementlərdən ibarət. Tək elementlərin içərisində boş çoxluq yoxdur ki. Yəni, tək elementlər çoxluğunu sayanda orada boş çoxluq adı çəkmirik? Yox. Ona görə aldığımız 16-dan birinci çıxırıq. Cavab edir 15. Cüt elementlər desəydi də birinci çıxacaqıydıq. Bəzən soruşa bilər ki, 2-yə bölünən elementlər çoxluğunu tapın. Deyəcəksiniz ki, 2-yə bölünənlər 2-dir, 4-dür, 6-dır, 8-dir. Yenə 2 üstü 4 yazacaqsınız. Cavab edəcək 16. Amma 16 götürməyəcəksiniz. 16-dan 1 çıxacaqsınız. Cavab edəcək 15. Niyə? Çünki 2-yə bölünənlər içərisində boş çoxluq yoxdur. Sənin tapdığın 16-nın biri boş çoxluqdur. Ona görə çıx boş çoxluğu oradan. Deməli, uşaqlar, baxırıq buradan 18-ci sualda A, B-nin alt çoxluğudur. Yəni, A, B-nin alt çoxluq işarəsidir bu. O demək ki, A-da olan bütün elementlər B-nin içərisində var. Bu o deməkdir. Deyir ki, B-miz, bax, 3-dür, A-mız 1-dir. B-miz 3K-dırsa, A-mız 1K-dırsa, mən bura 1K yazsam, onda bura 2K yazmalıyam. Çünki B ümumilikdə hamısı bir yerdə 3K eləyəcək də. Nə deyir mənə? Deyir ki, A ilə B-nin birləşməsi 18-dir. Birləşmə nə deməkdir? Yəni, hamısı 1K, 2K, ümumilikdə 3 də K var, bax burada. Bütöv hamısını götürəndə cavab edir 18. K-nı alıram buradan 6. K 6-dır, A-dakı sayı istəyir, yəni elə 1 vurulsun 6, cavab da edir 6. Sonra baxırıq 19-cu suala. Nə deyir bizə? Deyir ki, 20% 30 olan ədədlər, hansı ədədin 20% 30-dur? 20-yə vur, böl 100-ə, bərabərləsin 30. 1 də 30 yaz. Bu 1, bu da 5. Çarpaz vuranda x-i 1-ə vururuq x, 30-u 5-ə vururuq 150. 150 idi bu ədəd. Mən deyir ki, bu 150 ilə 120-nin 40%-nin cəmini tap. 120-nin 40%, 120 vur 40, böl 100. Bu sıfırdan bu sıfır, bu sıfırdan da bu. 12 4-ə vuranda 48. 150 ilə də 48-in məndən nəyə soruşur? Cəmini soruşur. O deyəcək 198 toplayanda 198 eləyir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar 8 bölü 4 nisbətindədir. Yenə də toplayanda 180-də bərabərləməlidir. 8K ilə 7K topla bərabər ilə 180-də. 15K-mız 180-dir. K da bərabər olacaq 1, 2, 12. Bu bucaqların fərqini soruşur. 8K deyəndə 8-i 12-yə vuracaqsınız, 96 eləyəcək. 7K deyəndə 7-ni 12-yə vuranda 7 onu 84 eləyəcək. Bunların fərqini soruşanda 2, bu da 12. Cavab edəcək 12. Sonra 21-ci sualda nə deyir bizə? Hesablamaq lazımdır. 13 tam 10-da 2 vurulsun. Deməli, 2 tam 16 ilə 3 tam 14-ü toplayanda cavab edir 6. Çıxılsın. 0,25 bölünsün. Deməli, bu da olacaq 20-də 20 çıxılsın 20-də 19, yəni 20-də 1. Bu, belə deyim də 0,125-i 4-də 1 kimi yazıram. 4-də 1. Bölməni deyirəm vurma. Baxın. 1-də 20 olur. Bunlar gedir qalır 5.
Elə bil 13,2-ni 6-ya vurub 5 çıxmalısınız. 6 2 12 eləyəcək. 6 3 18 o da bir 19. 6 1 6 o da bir 7. 79,2-dən 5 çıxanda cavab olur 74,2. Uşaqlar, nəyəsə səhv hesablasam, üzürlü sayın hesabda da özünüz hesablaya bilərsiniz. Əsas odur ki, birinci mötərizəni həll elə, sonra vur, sonra burada mötərizəni həll elə, sonra bu bölmə əməliyyatı yerinə yetir, sonra aldığın yekunda aldığın cavabları bir-birindən çıx. Keçdik ətraflı yazı tələb edən tapşırıqlara. Uşaqlar, 2 ədəddir, cəmləri 6000-dir. Birinə x desək, o birinə y desək, toplayanda 6000 edir. Mənə deyir ki, birinin 10% ilə, yəni x-in 10%, x-i vururuq 10-a, bölürük 100-ə. Digərinin 30%, yəni y-in 30%, y vururam 30-a, bölürəm 100-ə. Baxın, bunun cəmdə 1240 eləyir. Bunları toplayanda nə olacaq? 100-də 10x plus 30y, düzdür? Bərabərdir 1240-a. Aha. Hesablayırıq da, ağaca sistem tənliyi kimi də hesablaya bilərəm. Fərqi yoxdur. Belə də hesablaya bilərəm. Heç bir fərqi yoxdur. Baxın, yuxarıdan onu çıxartsaz ortaq vuruq kimi çölə. Burada qalacaq 3y. Bu gecə burada qalacaq 10. Yəni x plus 3y olacaq 1240-ı vuracaq 10-a. Olacaq 12400. X-la da y-in cəmin yuxarıda yazmışdıq ki 6000-dir. Bir sadə sistem tənliyi kimi həll edə bilərsiniz. Aşağını -1-ə vurarıq. Yuxarı ilə toplayanda y-lər gedəcək. 3y-dən x-lar gedəcək daha doğrusu. 3y çıxılsın y, qalacaq 2y. Deməli 12400-dən də çıxacağıq 6000-i. 0, 0, 4, 12-dən 6 çıxanda 64. 2y bərabərdir 6400-ə. Y də bərabər 6400-ü 2-yə böləndə 64-ü 2-yə böləcəyik. 32, 2-də də 0. 3200. Biri 3200-dir. O birisi də 6000 olması üçün nə qədər çatmır? 2800 çatmır da, düz deyil. Belə. Bu ədədləri tapdıq. Biri 3200, x-ımız da 2800 toplayanda 6000 edir. Deməli, uşaqlar deyir ki, əbub 2 üstü x, 6 üstü x. Sadə vuruq şəklində yazsaq, 2 üstü x elə sadə ədəddir. 6-nın sadə vuruqları 2 vur 3-dür. Başlarına da x qoysaq, belə. Qarşısında da əbub sözünü yazıram. Elə bir eyni şeydə sadəcə sadə vuruqlar şəklində yazdım. Bərabər 32. Əbub nədir? Hər ikisində olan. Hər ikisində nə var? 2 üstü x var. 2 üstü x-imiz 32-dirsə, 32 nə deməkdir? 2 üstü x bərabərdir. 2-ni 5 dəfə öz-özünə vuranda 32 eləyir. 2 üstü x-imiz 5-ə bərabərsə, deməli x-imiz 5 imiş. Bu da bizdən x-i soruşur, cavab 5. Uşaqlar, baxın 24-cü suala. Deyir, soyuducunun qiyməti 30% bahalaşdı. Yeni qiyməti neçə faiz endirmək lazımdır ki, əvvəlki qiymət alınsın? Bəzən uşaqlar deyir ki, 30% qalxıbsa 30% endirməliydi. Bu yanlış fikirdir. Elə birinci soyuducunu satırdılar 100 manata. İndi 30% qalxdı, oldu 130 manat. İndi mənə deyir ki, 130 manata neçə faiz endirmək lazımdır ki, əvvəlki qiymət alınsın. Baxın, necə deyirik biz bunu? 130 manatdan 100 manata indirik. 130 manatdan 100 manata indirik. 130 manatla 100-ün arasındakı fərq 30-dur. Fərq, düsturumuz buydu axı. Bölünsün dan üstü 2. 130 manatdan dediyimizə görə 130 manatdan bölürük 130-a, vururuq 100-ə. Bu monla gələcək. 100-ə pardon da yəqin ki, sağ. Buradan 300'ü böleceğim 13'e. 2 dəfə 26. Qalacaq 4, 40. 3 dəfə 39. O da 1. 23 tam. Belə aldım cavabı. 23 tam 13'də 1 faiz endirmək lazımdır. Və 25-ci sualı hesablayacağıq. 25'də sadəcə olaraq hesablamaq lazımdır. 2 bölü 3'də 1 olacaq 2 vurulsun 3 üstə gəlinsin. Bu olacaq 2 vurulsun 9 üstə gəlsin. Bu olacaq 2 vurulsun 27. Uşaqlar, bölmət də vurmaya çevirib yerini dəyişirəm də. Üstə gəlinsin 2 vurulsun 3 üstü 4 81 edir. Bir sürü hesablamaq lazımdır. Bu 6 edəcək, bu 18 edəcək, bu 54 edəcək. Bu da olacaq 2 birim 2, 2 8 16 162. Bunları hesablamaq lazımdır. 18 ilə 162-ni hesablayanda 180 eləyir. Bunları da hesablayanda 60 eləyir. 180-dan da üstünə 60'ı gələndə 0, 4, 240 eləyir. Cavab olacaq 240. Bu qədər.